Qur'an-ı Kərimdə qeybdən xəbər verirdi. Vaxt gələcək bu ərəblər bu dinə sahib olmayacaq, dini qorumayacaq, amma bu dini qoruyan İranlılar. Yəni eşitdiniz də bunu da. Quran-ı Kərimdə hansı surədə, hansı ayətin içərisində bu söz var? Lütfən tapın. Baxın, yenə də İranı müdafiə etməkdən ötürü, bu adamın qırmızı xətti yoxdur. Tapdalayıb keçir. Allaha və onun Rəsuluna şər atır. Quran-ı Kərimdə harda var bu söz? Lütfən ey sənmiş yerlər. Baxın. Adamı qorumaq olar, dövləti qorumaq olar, sevdiyini qorumaq olar. Amma səni yaradana şər və böhtan, səni yaradanının göndərdiyi kitaba şər və böhtan atmaq olmaz. Amma adam İran hakimiyyətini sev, tamam, heç də demirik. Amma sənin sevdiyin bir Allah var axı, sənin sevdiyin Qur'an var axı. Yəni İran hakimiyyətini qorumaqdan ötürü Allahı və Qur'anı tapdalayıb keçmək lazımdır. Subhanallah. Qur'an-ı Kərimdə qeybdən xəbər verirdi. Vaxt gələcək bu ərəblər bu dinə sahib olmayacaq, dini qorumayacaq, amma bu dini qoruyan İranlılar. Bu adam yəni minbərdə bu sözü deyərək, YouTube kanalında, sosial şəbəkədə heç bir şeyə bu yazıların bunun xütbəsində, məsciddən başlayıram, durub bir nəfər demədi ki, ay kafirin bir kafiri, İranı, Seyyid Əl-Xameynini qorumaqdan ötürü, sən Quran-ı Kərimə şər və böhtan atırsan, hə? Ya, olar belə. Nə sosial şəbəkədə, nə də məsciddə bunun qabağını kəsib, bunun üzünə tüpürmədilər ki, Qurana niyə şər və böhtan atırsan? Baxın, çoxu bax belədir. Çoxu belədir. İran hakimiyyətini qorumaqdan ötürü, Seyyid Əl-Xameynini qorumaqdan ötürü Quran-ı Kərimə belə şər və böhtan atırlar. Bu dində qalaraq Allaha gedə bilməyəcəksiniz. Ey sənmiş yerlər, ayılın. Bu kimi insanların arkasında durub namaz qılmayın. Bu kimi insanları sosyal şəbəkədə görəndə suala tutun. Demək kafirin bir kafir. Dediği söz Quran-ı Kərimin hansı ayəsində var? Subhanallah. İnsanlar yəni İrandan xodduyublar, gəliblər Azərbaycana da. Xoddasınlar amma yəni olan şey heç olmasa danışsınlar da. Allahu Ekber. Quran-ı Kərimdə ayət var imiş. Bilin, hələ Qur'an-ı Kərim İranlar iman gətirməmiş, İranlar müsəlman olmamış, Farslar müsəlman olmamış, Allah Teala Qur'an-ı Kərimdə qeybdən xəbər verirdi. Vaxt gələcək bu ərəblər bu dinə sahib olmayacaq, dini qorumayacaq, amma bu dini qoruyan İranlılar. Qur'an-ı Kərimdə qeybdən xəbər verirdi. Vaxt gələcək bu ərəblər bu dinə sahib olmayacaq, dini qorumayacaq, amma bu dini qoruyan İranlılar.